Sonra yazır ki, Çevik bəyin daha çox xurafatçılara fikir bildirib, sizlə bağlı sadəcə Quran tərcüməsinin fərqli olduğunu bildirib, sadəcə qarşılıqlı debat olarsa daha maarifləndirici olar. Videolarınızı izləmişəm. Dostum Səid bəy, əgər videoları izləmisənsə, xurafatçılara qarşı deyirsinizsə gəlir. Mən də xurafatçılarla bağlı fikirlərimi, düşüncələrimi hər bir zaman bölüşdürürəm. Sadəcə onun bir videosu qarşıma çıxdı. Mən onu darmadağın eləyərəm, belə eləyərəm. Bu etik deyil, tərbiyəyə məxsus deyil. Elşad Miri mənlə debat eləsən 30 dəqiqənin içində yığdığın illərdə boyunca prestiji cırıq-cırıq eləyər. Yəni əxlaq prinsipləri nəzərə alınmır. Yəni həqiqətən bu məsələlərdə problemli olan insanlarla heç bir zaman debata çıxmıram. Və yaxud da başqa bir məsələ var idi. Keçən dəfə bir polis serjantı da bir yas məclisində mənə eyni sualı verdi. Mən də bir onların generalının adını çəkdim. Dedim, onunla siz debat ediyorsunuz. Dedi, xeyr, nə debatı? Dedim, o zaman məni niyə cılızlaşdırırsınız? Yaxud da onu niyə mənim səviyyəmə qaldırırsınız kimi belə bir ifadə işlətmişdim. Yəni, həqiqətən bunu unutmayaq ki, bir universitet müəllimini orta məktəb şagirdi ilə debat elətdirmək, bu hər ikisinə zülümdür. Xüsusilə də orta məktəb şagirdinə zülümdür. Yəni, əbəs bir qarşılaşdırmadır, müqayisədir. Başa düşürəm, bəzi məsələlər var ki, deyirsiniz ki, bu adamın cavabını ancaq bu verə bilər. Bu mənada təşəkkür edirəm, amma həqiqətən o insanın indi qarşıma çıxanlar və yaxud da dostlarımın göndərdiklərindən görmüşəm ki, dedikləri sadəcə olaraq ümumiləşdirilmiş, standart, hər bir zaman olan məsələlərdir. Yeni bir şey deyil. Bu, illərdir, 10 illərdir olan məsələlərdir. Mənim elədiklərim isə Quranın düzgün tərcüməsi üzərindən gedən bir məsələdir. O insanlar hələm ənənə üzərindən məsələni davam elətdirirlər, davam elətdirsinlər.